Şagirdlər və müəllimlər, bu video iş və hovuz məsələləri haqqında olacaq. Bir çox məsələlərdə, iş və hovuz məsələlərində rastlaşa biləcəyimiz məsələləri necə həll edəcəyi, hansı qaydalarla, əsas qeydləri burada bildirəcəm. Deməli, birinci başlayaq iş məsələlərindən. Tutaq ki, bizə bir iş verilib. Həmin işi birinci işçi görsün A saata. A saata. Və həmin işi ikinci işçi görsün B saata. B saata. Məsəl üçün, bizdə misalda soruşula bilər ki, bu iki işçi bu işi birlikdə neçə saata görə bilər? Yəni, həmin işi birinci işçi görür A saata, ikincisi görür B saata. Bizdən soruşulur ki, bu iki dənə işçi həmin işi birlikdə neçə saata görə bilərlər? Deməli, bu tipli suallarda biz necə edirik? Biz burada hər bir işçinin bir saata görə biləcəyi işi tapırıq. Tutaq ki, belə deyək də, tutaq ki, iki işçi birlikdə bu işi x saata görürlər. Yəni, A da, B də, yəni hər ikisi ayrı-ayrılıqda deyə, yəni ikisi də birlikdə, daha doğrusu, ikisi də birlikdə bu işi görürlər x saata. X saata. Bizdən də x-i soruşur. Biz burada x tapacağıq. Birinci işçi olsun burada, deməli, ümumi işi A saata görürsə, birinci işçi burada bir saata həmin işin 1 bölünsün A hissəsini görəcək. Yəni, ümumi olaraq işi A saata görürdüsə, bir saata həmin işin 1 bölünsün A hissəsini görəcəkdir. İkinci işçi isə bir saata həmin işin 1 bölünsün B hissəsini görəcəkdir. Deməli, mən onların bir saata görə işin hansı hissəsini görə biləcəklərini tapdım. Bunlar hər ikisi birlikdə isə, A üzərinə gəlinsin B, hər ikisi birlikdə isə bir saata işin 1 bölünsün x hissəsini görəcəklər. Mən burada hər birinin ayrı-ayrılıqda da bir saata görə biləcəyi işin hissəsini tapdım və ikisinin də birlikdə görə biləcəyi işin hissəsini tapdım. Deməli, burada bir saata görə tapdığıma görə, yəni vaxt zaman belə deyək də, eyni olduğuna görə mən bunları toplayıb hər ikisini 1 bölünsün x-ə bərabər edə bilərəm. Yəni, yazacağım ki, 1 bölünsün A üzərinə gəlinsin 1 bölünsün B bərabərdir 1 bölünsün x-ə. Hər biri də 1 saat ərzində işi bir saatda yəni görə biləcək hissələrini tapmışım. Buradan da tənliyi x-i biz tapsaq, buradan da x bərabərdir A vurulsun B bölünsün A üzərinə gəlinsin B şəklində olacaq. Deməli, bu formada olmuş oldu. Məsələn, buna aid bir nümunə görsədək, misal nümunəsi deyək. Deməli, bizdə olsun misal nümunəsi. Deyək ki, bir fəhlə işi, yəni birinci fəhlə, hər hansısa bir işdir. Birinci fəhlə bu işi görür 5 saata. 5 saata. İkinci fəhlə bu işi görür 6 saata. 6 saata. İş eyni işdir. Təbii ki, eyni işdən söhbət gedir. Bizdən soruşulur ki, onlar birlikdə işləsələr, bu işi neçə saata yerinə yetirə bilərlər? Deməli, mən burada bir saata, bax, birinci işçiyə uyğun olaraq, bu işçi bir saat ərzində işin 5də 1 hissəsini görəcək. İkinci işçi isə bir saat ərzində işin 6da 1 hissəsini görəcək. Mən yəni 1 saat ərzinə uyğun olan hissəsini tapdım. Məndən də soruşur ki, bu iki fəhlə birlikdə işin neçə saata görə bilərlər? Deməli, mən də bilmirəm. Deyirəm ki, həmin fəhlələr ikisi də birlikdə x saata görəcəklər də bu işi. X saata görəcəklər. Həmin işi x saata görəcəklər. Ancaq bir saata isə bu işin 1 bölünsün x hissəsini görəcəklər. Deməli, bunu da 1 saata uyğun olaraq tapdım.
Yazıram ki 5-də 1 üzərinə gəlinsin 6-da 1 bərabərdir 1 bölünsün x-ə. Buradan 1 bölünsün x-i alıram. Deməli 30-da 11. Mənə də nə lazımdır? Mənə də x lazım. Çarpaz vursaq da buradan x-i taparam. 30 bölünsün 11. Deməli bu iki işçi birlikdə işi 30 bölünsün 11 saata. Yəni 11-də 30 saata görmüş olarlar. Cavab olur bizdə 11-də 30. Daha sonra bir də nə tip ola bilər? Bizdə hansı formatda məsələ tipi ola bilər? Deməli, bir də ola bilər ki, bizdə deyilər ki, birinci işçi bir işi A saata, yəni qeyd eləyək. Baxın, birinci işçi bir işi A saata, yəni A saata. A saata, ikinci işçi B saata, B saata yerinə yetirir. Bizdən soruşurlar ki, iki işçi birlikdə tutaq ki, bir n saat işləsələr, hər ikisi birlikdə n saat işlədilər. N saat işlədilər və deməli, bu işin hansı hissəsi, yəni deyil, soruşlar ki, bu iki işçi, yəni n saat işləsələr, bu işin hansı hissəsini görmüş olarlar. Yenə biz həmin qayda ilə tapacağıq, yəni burada 1 saata görə tapacağıq. Sadəcə burada n saat ərzində ikisi də birlikdə işləyirsə, biz onların işlədikləri işi 1 saata uyğun olaraq ayrı-ayrı tapıb toplayıb vuracağıq n-ə. Yəni ümumi olaraq bu şəkildə olacaq. Yəni 1 saata uyğun olaraq bayaq qeyd elədik. 1 saata uyğun olaraq 1 bölünsün A hissəsini görəcək. Sonra üzərinə gələcəm 1 bölünsün B. Bunlar ikisi də birlikdə işləyirsə, onu da vuracam n-ə. Bu format olacaq. Buna aid bir misal nümunəsi deyək. Tutaq ki, bizdə olsun, deyək, bir işçi işi 8 saata. Bir işçi işi 8 saata. 8 saata. İkinci işçi isə bu işi olsun 6 saata. 6 saata yerinə yetirir. Bizdən soruşulur ki, onlar ikisi də birlikdə 3 saat işlədilər. 3 saat işlədilər. Bizdən soruşulur işin hansı hissəsi görülməmiş olar. Bizdən görülməmiş hissəsini soruşulur. Deməli, birinci fəhlə burada ümumi olaraq işi 8 saata görürsə, 1 saata görəcək həmin işin 8-də 1 hissəsini. 8-də 1 hissəsini. Daha sonra üzərində gələcəm. İkinci fəhlə isə işin ümumi olaraq 6 saata görürsə, 1 saata da görəcək 6-da 1 hissəsini. Topladım. Bunu da vuracam. Onlar ikisini saat işlədə birlikdə 3 saat. Vuracam 3-ə. Daha sonra bu da bərabərdir. 3 vurulsun. 8-də 1 ilə 6-da 1-in cəmi bizə verər. Deməli, 24-də 7. Bu da bərabərdir 8-də 7. Aha. Deməli, burada 8-də 7 bizdən işin hansı hissəsi görülməmiş olar soruşmuşdu. Burada 8-də 7 işin görülmüş hissəsidir. Ümumi iş olaraq da biz həmişə onu, yəni ümumi görülmüş işdə 1 götürürük. İş tam bitibsə bu 1-dir, yəni 1 sayılır. Bu 1-dən çıxacağıq, işin görülmüş hissəsini ki, görülməmişi tapaq. 8-də 7-ni çıxacaq. Bu da bizə verəcək 8-də 1. Deməli, işin 8-də 1 hissəsi görülməmiş olar. Daha sonra bizdə hansı tipdə ola bilər bir də? Ən çox məsələlərdə hansı formatda rastlaşa bilərik? İşlə bağlı. İşlə bağlı. Deməli, bizdə bir də ola bilər, tutaq ki, bizdə ola bilər, birinci işçi deyək ki, birinci işçi bir işi, təbii ki, iş yenə bayaq da qeyd elədim, ümumi olaraq eyni işdən söhbət gedir. Birinci işçi olaraq deyək ki, bir işi A saata yerinə yetirir. A saata yerinə yetirir. Aha. İkinci işçi isə həmin işi B saata yerinə yetirir.
Təbii ki, ayrı-ayrılıqda da, yəni təklikdə. B sahada yerinə yetirir. Bizdən deyirlər ki, birinci işçi ayrılıqda məsələn bir n saat işləsə, ikinci işçi isə olsun ayrılıqda m saat işləsə, bizdən soruşurlar ki, nə bilim, işin hansı hissəsi görülmüş ola bilər, ya da görülməmiş ola bilər. Ona uyğun. Deməli, bizdən işin görülmüş hissəsini soruşursa, biz necə edəcəyik? Baxın, yenə. Birinci işçi işi A saata yerinə yetirib qurtarır. İkinci işçi isə həmin işi B saata yerinə yetirib qurtarır. Bunlar 1 saat ərzində işi birinci işçi 1 bölünsün A hissəsini görəcək. İkincisi isə 1 saat ərzində 1 bölünsün B hissəsini görmüş olacaq. Düzdürmü? Daha sonra. İndi birinci işçi n saat işləyib, əlavə olaraq deyək də, bu 1 saata uyğun olaraq tapmışam. Yəni 1 saatda 1 bölünsün A hissəsini görəcək, ikincisi isə 1 bölünsün B hissəsini görəcək. Bizə deyilir ki, yəni birinci işçi n saat işləsə, ikincisi də m saat işləsə, işin hansı hissəsi görülmüş olar? Deməli, mən onda birinci işçi neçə saat işləyib olsa deyir də, yəni n saat. Onda n-i vuracağım həmin işçinin 1 saat ərzində işləyə biləcək işin hissəsinə. Yəni 1 bölünsün A-ya. İkincisini də vuracağım. Yəni 1 bölünsün B-ni də vuracağım. Həmin işçinin işlədiyi saata, yəni M-ə vuracağım. Bu şəkildə. Buna da uyğun olaraq misal nümunəsi deyək. Deyək ki, bizdə olsun birinci işçi, deyək ki, bir işi 12 saata yerinə yetirir. 12 saata yerinə yetirir. İkinci işçi bunu, həmin işi 6 saata yerinə yetirir. 6 saata yerinə yetirir. Bizdən soruşulur ki, birinci işçi olsun 3 saat işləsə. 3 saat işləsə. Təbii ki, burada qeyd eləyək ki, birinci işçi 12 saata işi bitirir. İkinci işçi isə 6 saata həmin işi bitirir. Sadəcə bizə burada fərqli bir zaman verir və deyir ki, həmin fərqli zamanda onların birlikdə işlədiyi işin hansı hissəsi görülmüş olar. Deməli, birinci işçi 3 saat işləsin, ikincisi də olsun elə 2 saat. 2 saat işləsin. Bizdən sual verir ki, deməli, onlar birlikdə işləsələr, işin hansı hissəsi görülmüş olar. Deməli, birinci işçi 12 saata işi bitirirsə, 1 saata bitirəcək bunun 12-də 1 hissəsin. 12-də 1 hissəsini bitirirsə, 3 saata da bunun bitirəcək, 3 vurulsun 12-də 1. Yəni 12-də 1 vuracam 3-ə, üzərinə gələcəm. İkinci işçi isə ümumi işi 6 saata bitirirsə, 1 saata bitirəcək bu işin 6-da 1 hissəsin. 2 saatda işləyirsə, belə deyək də, deməli 2 saat işləyirsə, 1 saat 6-da 1 hissəsini işləyirsə, 2 saat işləyəcək, 6-da 1 olsun 2 hissəsi. Yəni 2. Bunları da toplasaq bərabər olacaq. Nə? 4-də 1 üzərinə gəlinsin. 3-də 1. Bu da bərabərdir bizə verəcək. 12-də 7. 12-də 7. Deməli, bunlar birinci işi 3 saat, ikincisi də 2 saat işləsə, bunlar işin 12-də 7 hissəsini görmüş olacaq. Hansı hissəsi qalacaq? Təbii ki, görülməmiş hissəni də tapmaq üçün birdən çıxacaq işin görülmüş hissəsini. 12-də 7-ni, bu da bizə verəcək 12-də 5. Deməli, işin 12-də 7 hissəsi görülüb, 12-də 5 hissəsi isə qalıb bu formada. Daha sonra bizdən bir də hovuz məsələləri var. İşlə bağlı məncə əsas qeydləri dedim. Bir də bizdə var hovuz məsələləri. Tutaq ki, bir hovuz X bir hovuzu hər hansı eyni bir hovuz, təbii ki, eyni bir hovuzu A saata doldurur, digəri B saata boşaldırsa, bunlar ikisi eyni zamanda işləsələr, neçə saata dolar, boşalar, bu məsələlərə baxaq. Tutaq ki, bizdən olsun, deyək ki, bir boş hovuz var. Tutaq ki, bir dənə boş hovuz var. Boş hovuzu deyək ki, birinci nasos
bunu A sahada doldurur. A sahada doldurur. Hı -hı. İkinci nasos isə bunu B sahada doldurur. B sahada doldurur. Hı -hı. Deməli yenə bayaq kimi bu hissələr oxşardır demək olar. Baxın, birinci nasos hovuzu, boş hovuzu A sahada doldurur. İkincisi B sahada doldurursa, bizdən soruşula bilər ki, bu iki nasos birlikdə işləməyə başlasalar, boş hovuzu birlikdə neçə sahada doldurar? Deməli, belə olanda yenə birinci nasos A sahada doldurursa, 1 sahada dolduracaq bunun. 1 sahada dolduracaq. 1 bölünsün A hissəsin. İkinci nasos isə bunu ümumi olaraq, yəni tam olaraq B sahada doldurursa, 1 sahada dolduracaq. 1 sahada dolduracaq. 1 bölünsün B hissəsin. Deməli, bunlar ümumi olaraq ikisi də birlikdə işləyəndə deyək ki, hər iki nasos boş hovuzu ümumi olaraq X sahada dolduracaq. Ümumi olaraq X sahada doldurursa, hər iki hovuz 1 saat ərzində, onda bu hovuzun 1 bölünsün X hissəsini dolduracaq. 1 bölünsün X hissəsini dolduracaq. O zaman biz 1 saatlara uyğun olaraq saatlarımız artıq eynidir. Yazacağım ki, 1 bölünsün A üzərinə gəlinsin. 1 bölünsün B bərabərdir. 1 bölünsün X-ə. Buradan da X-i tapsaq, yenə alaraq ki, A vurulsun B bölünsün A üzərinə gəlinsin B. Bu şəkildə almış olarıq. Deməli, onlar ikisi birlikdə işləsələr, həmin hovuzu X saatda, X-i də necə tapacaq görsək. Deməli, buna aid bir dənə məsələ nümunəsi deyək. Əsas bu iş hovuz məsələləri məsələ üzərində, yəni məsələ üzərində daha aydın şəkildə başa düşülür. Belə ümumi olaraq qaydaları qeyd edirik, ancaq bunları zamanla test nümunələrində sizlərə göstərəcəm. Deyək ki, birinci hovuz, deməli, birinci hovuz olsun. Birinci hovuz nədir? Birinci nasos boş hovuzu doldursun 6 sahada. Daha sonra ikinci nasos həmin hovuzu doldursun 4 sahada. Bizdən soruşulur ki, bu iki nasos birlikdə işləməyə başlasalar, deməli, hovuzu neçə sahada doldurmuş olarlar? Deməli, yenə 1 sahada uyğun olaraq tapacağıq. 1 sahada bu həmin hovuzun 6/1 hissəsini dolduracaq. İkincisi isə 4/1 hissəsini doldurmuş olacaq. Yazacağıq ki, 6/1 üzərinə gəlinsin 4/1. İkisi də birlikdə işləsələr, ümumi olaraq deyək ki, X sahada doldururdusa, 1 sahada isə həmin hovuzun 1 bölünsün X hissəsini dolduracaq. 1 bölünsün X hissəsini dolduracaqlar. Deməli, 1 bölünsün 6 üzərinə gəlsin 4/1, yəni 1 saatlarına uyğun olaraq yazırıq. Bərabərdir 1 bölünsün X-ə. Buradan da X bərabərdir. Deməli, 24 bölünsün 10. Və yaxud da ki, bərabərdir 5/12. Deməli, bunlar ikisi də birlikdə işləsələr, hovuzu 5/12 saata doldurmuş olarlar. Burada hər iki nasos hovuzu doldururdu. Bəs bunların biri doldurub, digəri boşaltsa necə olacaq? O da çox rahatdır. İndi ona aid nümunə göstərək. Ümumi olaraq tapılmasını göstərdim. Ondan sonra da bir də məsələ göstərdim. Deyək ki, birinci nasos boş hovuzu A sahada doldurur. İkinci nasos isə B sahada boşaldır. Deməli, biri doldurur, biri isə boşaldırsa, bizdən soruşulur ki, bu iki nasos
eyni zamanda işləməyə başlasalar, hovuz neçə saata dolar? Hovuz neçə saata dolar? Deməli, burada 1 saat ərzində biz hər zaman belə iş hovuz məsələni 1 saata görə, yəni saatın 1 saata görə tapıb məsələni həmin saata uyğun olaraq həll edirik. Yəni 1 saat ərzində hovuzun 1 bölünsün A hissəsini dolduracaq. İkincisi isə 1 saat ərzində boşalır da axı. 1 saat ərzində isə deməli bu doldurur. Bu isə 1 saat ərzində 1 bölünsün B hissəsini boşaldacaqdır. Təbii ki, burada B böyükdür A şərti olmalıdır. B böyükdür A şərti olmalıdır. Bunu göstərəcəm niyə B bölünsün A olmalıdır. Deməli, deyək ki, bunlar x saata bu hovuzu doldurursa, onda da x saata doldurursa, ikisi də birlikdə də, yəni birinci hovuzdan ikisi də işləməyə başlasalar, biri boşaldır, biri doldursa, deyək ki, hovuz da x saata dolur. X saata dolur. Onda 1 saat ərzində həmin hovuz 1 bölünsün x hissəsi olacaq. 1 saatlara görə tapdıqsa yazacağım ki 1 bölünsün A artıq üzərinə gəlib olmayacaq burada. Baxın. Əgər ikisi də doldurursa bu zaman toplayırıq. Yox, əgər biri doldurub, biri boşaldırsa bu zaman çıxırıq. 1 bölünsün A-dan çıxacam. 1 bölünsün B-ni bərabər eləyəcəm nəyə? 1 bölünsün X-ə. Buradan da X-i tapsaq, X bərabər olacaq. Deməli, A, B bölünsün, B çıxılsın A-ya. Təbii ki, burada yəni dedim ki, burada mənfi söhbət ola bilməz. Ona görə B böyükdür, A şərti olmalıdır. Buna aid bir dənə nümunə görsədək. Deməli, tutaq ki, hovuz bir nasos ilə, boru ilə fərqi yoxdur olsun. Bax, birinci boru, belə deyək də, bir dənə boş hovuzdur. Həmin bu boş hovuz bir boru ilə, yəni birinci boru ilə deməli, olsun 5 saata dolur. 5 saata dolur. İkinci nasos isə bunu 6 saata boşaldır. Deməli, birinci boru bunu 5 saata doldurur, ikinci boru isə bunu 6 saata boşaldır. Deməli, bunlar ikisi də eyni zamanda işləsələr, hovuz neçə saata dolar? Hovuz neçə saata dolar bizdən soruşulur. 1 saata uyğun olaraq bunun hovuzu dolduracaq, yəni birinci boru hovuzu dolduracaq 5də 1 hissəsini. İkinci isə 1 saat ərzində, buraya yazıram 1 saat. 1 saat, burada qeyd edirəm 1 saat. Deməli, ikincisi isə bunun 1 saat ərzində 6da 1 hissəsini boşaldacaq. Düzdürmü? Bunlar hər ikisi də tutaq ki, x saat ərzində işləyirlər. Biri doldurur, biri boşaldır. Həmin o işlədikləri x saatı 1 saat ərzində isə ümumi olaraq deyəcək ki, 1 bölünsün x hissəsini doldurur. Yəni 1 saat ərzində 1 bölünsün x hissəsini doldurur. Onda yazacaq ki, 5də 1 çıxılsın 6da 1 bərabərdir 1 bölünsün x-ə. Buradan da 1 bölünsün x bərabər olacaq 30-da ortaq məraz gətiririk. Deməli, 30-da 1-ə, buradan da x bərabərdir 30-a. Deməli, hər iki boru eyni zamanda işləsələr, hovuz 30 saat ərzində dolmuş olar. Bu şəkildə. Daha sonra, hovuzla bağlı dedik, hovuz məsələlərinə aid dedik, eyni zamanda dolar, boşalar, iş məsələsində dedik. Bunlar əsas qeydlər idi. Əsas qaydaları dedim ki, necə tapılır və hərəsinə aid bacardığım qədər bir dənə misal nümunəsi göstərdim. İnşallah sırf bunlara aid bir 30 dənə məsələ təyin edib, yəni onların həllinə baxacağıq fərqli formatlarda.
Bu qədər. Sağ olun, hər birinizə uğurlar.